Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə valideyn məktəb əməkdaşlığı çərçivəsində maraqlı layihəyə start verilib. Belə ki, bu ilin sentyabr ayından etibarən təhsil müəssisəsində valideyn növbətçiliyi tətbiq olunur. Təşəbbüs çərçivəsində hər gün müxtəlif valideynlər dəhlizlərdə iştirak edir, şagirdlərin nizam-intizam qaydalarına əməl etmələrini təmin edirlər. Məqsəd təhlükəsiz məktəb mühitinin gücləndirilməsidir. Burada valideynlər könüllülük prinsipi əsasında iştirak edir. Layihədə valideynlər bir günlük, həftəlik və aylıq olmaqla 2 növ üzrə fəaliyyət göstərir. Gündəlik ən az 4, ən çox 15 valideyn məktəbin müxtəlif mərtəbələrinə nəzarət edirlər. Hər mərtəbəyə 2 valideyn nəzarətçi təyin olunur. Hal-hazırda bufetdə növbətçiyəm. Uşaqların sıx olduğu, tənəffüs vaxtı uşaqlar daha çox bufetdən istifadə elədiyinə görə bir gün uşaqların burada nəzarət eləyirəm. Böyük sinif uşaqları, kiçik uşaqları əzməsinlər, bufetin təmizliyinə riayət eləsinlər. 2 övladım burada təhsil alır. Pilləkənlərə düşərkən qaçmasınlar, asta yerisinlər. Onlara digər məsələlərin hamısına diqqət edirik. Vaxtım olduqca çalışıram ki, gəlim. Dərslərə, sinif otaqlarına xüsusi vaxtında girsinlər. Təşkil olunan bu layihə vasitəsilə şagirdlərin məktəbə, dərslərə olan məsuliyyətinin də artacağı proqnozlaşdırılır. Mənim anam burada nəzarətçi rolunu oynayır və məsuliyyətli sayıram. Əgər dərsə məsələn gecikirsəm, mən xəbərdarlıq edir ki, vaxtında dərs olmaq lazımdır. Mənim burada yaxınlarımdan xalam iştirak edir. Uşaqların ən əsası bir-birilərlə xoş münasibət göstərməsinə və ən əsası aşağı sinif şagirdlər üçün. Növbətçilər şagirdlərə məsəl üçün məsləhətlər verir, yaxşı məsləhətlər verir. Dərsə gecikirən şagirdləri görəndə məsəl üçün onlara deyir dərsə gedin, köməkliyi göstərir. Məsəl üçün az yaşlıların belində çantası ağır olduqda çantalarını daşıyır, onlara kömək eləyir. Yəni öz övladları kimi qayğı göstərirlər. Layihəyə qoşulmaq üçün yaş məhdudiyyəti yoxdur. Onlarla söhbət aparılır, sağlamlıq vəziyyətləri yoxlanılır. Növbətçi valideynlərə qadağa da qoyulub. Məsələn, onlar sinif otaqlarına daxil olmamalıdırlar. Atalar da artıq qoşulublar. Oğlan uşaqlarla məhz ataların da söhbət etməsi ümumi işimizə müsbət təsir göstərəcəkdir. Növbə ilə olublar. Növbə ilə tutam 8-dən 1-ə qədər, 1-dən 7-yə qədər. Onlara növbətçi olan bəyciklər təqdim olunur. Evə gedən zaman isə bəyciklər təhvil verilir. Məktəb rəhbərliyi bildirdi ki, təşəbbüs artıq qısa müddətdə öz müsbət nəticələrini verir. Bu səbəbdən növbəti tədris ilində də davam etdirilməsi planlaşdırılır. Aydən Əliyeva, Zaur Həşimov, Gülnar İlqar qızı, Telesəhər.